Kərbəlayı gəldi. Xoş gəldin Kərbəlayı. Xoş gəldin. Gözlətirdim. Hazır mısınız? Ne yaxşı, ne yaxşı. Allah var eləsin. Görüşünü görürük burada. Ne yaxşı Canım, gəlmişsən. necəsiz? Həmişə sizi görək. Yeter. Sən Allah Kərbəlayı, bağışlayın, nə biraz var, nə havaya yox? şəraitini görə biraz gecikdirdim Ne acaba? Ne yaxşı gəlmişsən Allah can Kərbəlayı. sağlığı ver, hacı. Ne var, ne yox? Allah siz ağsaqqalları bize çox görməsin. Biz səni bir var sövədik, bir də var ölədik səndən. Sağ ol, ayağım, Vallahi. can. Bu Bakı kəndləri, bax 1965-ci ildə rəhmətlik Əşrəf mənim dayımla dost Allah idi. rəhmət Bunlar ta eləsin. əli ilə. Onun toyunu gəldi, çaldı. Allah sizi var eləsin. Allah can canınızı, sağlığı Allah versin. nəfəsinizi var eləsin. Neyini yəmi? Allah uşaqlar da gözləyir bizi. Necə xatırlayır? Qardaşlar gözləyir bizi. Necə xətırlayırsınız? Gedeyim. Hə, buyurun oturun. Otur xala oğlum. Ha. Otur. Ya Allah. Ya bizim bu Volga ilə də gəzməyimizin məqsədi odur ki, qədim el havalarından, el musiqilərindən biri də Volga idi. Volqanı rəhmətli Əşrəf ifa eləyir. Bu günləri də məsəl üçün bizim tanıdığımız, sevimlimiz Kərbəlayı Fərman ifa eləyir onu. Yəni biz onu sevirik. Yəni biz onu sevirik ki, onun qulluğundayıq da. O da bizim qulluğumuzdadır. Allah canını sağ eləsin. Fərman, Allah Kərbəlayı Fərman, Allah sənə ömür versin. Hacı əmi çox sağ olun. Biz də Sağ ol. siz ağsaqqalları həmişə qulluğundayıq. Çox sağ ol. Allah siz ağsaqqalları da bizə çox görməsin. Çox sağ ol. Bu klarnet instrumenti xarici ölkədən Almaniyadan hardansa bunun mənşəyi olub gəlib. Bu Abşeron cəmaəti bunu sevimli bir alətidir. Mənim yadımdadır 58, 59, 60-cı illər ondan qabaq o ərəfələrdə Abşeron toyları aşıq toyu olardı. Sonra bu klarnetə o qədər həvəs oldu ki, Bakı kəndlərində. Sonra başladılar, klarnet gəldi toyxanalarımıza. Əvvəldən də qədimidən məsələn rəhmətli Əşrəfzadə vardı, sonra Həsən vardı, Fatmaylı. Onlar bilirsən, özdə kətdə toylarda, hər toyda, hər kətdə bir-iki dənə oynayan vardı. O oynayanlar toyxanaya girən kimi, məsələn Əşrəf rəhmətli bilətdi ki, bunun havası nədir? Klarnet ifaçısına görə, bu ifaçılara görə Bakı kəndləri toyun gününü də değişirdilər ki, bu klarnetliyənin günü olsun. Mənim uşağımın toyunda məsələn Fərman iştirak eləsin. İndi o kişilər yoxdur, Allah saxlasın. Fərman və Fərman kimi bizim klarnet ifaçılarımız var. Allah canlarını sağ eləsin. Allah saxlasın. Ha. Evet işte. Lan falan. Lezzetler güzel. Geç içeri. Hava ne yakşı. Heç xaloğlu elə gəldim, bilirəm sevdiğin rəqslərdən biri Volqadır. Təşkil eləyərsən. Mənim gözüm üstə. Qatda gəlsin.